Biri əlini qatlasın ki, mən bunun 500 dollar qiyməti var, 500, şomu. Bu elə-belə yemək deyil, ha, bu şomudur, şomu. Gözəldir. Salam, necəsiniz? Yaxşı olasınız, yenə mən öz ampulamdayam. Mövsüm gəlib artıq, görürsünüz. Lobiyamı. Və bu da şomudur, şomu. Bunu mənə Gədəbəydən göndəriblər. Şomu bilirsiniz, nədir? Bunu qəşəng pörtlədirlər, pişirirlər. Geçsin görək yenə Rəqsanə xanım bugün nə iş görəcəkdir. Belə düşüşümə başlayayım, dedim bunlardan bişirək görək nə olur. Baxıram, yaxşı izləmələr gəlir mənə. Hər kəs məni izləyir. Hamı marağa səbəb olub, nə bişirim, düşüm. Nə olar müğənni olanda? Müğənnidən əlavə bişirmək də lazımdır da. Və mən də ona görə yenə gəldim. Bax, mən lobiyanı axşamdan biraz doğramışdım, əzizlərim. Mən lobiyanı bax, beləcə doğrayıram, belə qəşəng. Örtədən də lobiyanın tamı gedir. Bax, lobiyanı belə doğrayıram, belə qəşəng. Pomidorla, soğanla. Bu da şomudur. Şomu çox adamlar bilirlər nə deməkdir. Çox gözəl bir bitkidir. Bunu mənə Gədəbəydən göndəriblər. Düz, bura xalam göndərib mənə. Xalamı buradan öpürəm. Allah ondan razı olsun. Nəyə ki, şomu çox şey göndərmişdir. Və mən də bunu saxladım ki, bugündən sizinlə bir yerdə pişirəm. Belə qəşəng yumurtalı zaxlı bir sarımsaq qatıqla yeyək. Sual verirsə, Rəqsanə xanım, nəvəng nəfərdir. Nəvəm də maşallah yaxşıdır, yekənib qız olubdur. Nə qalır 3 aydan sonra 1 yaşı olacaqdır. Soğanı doğradım. Roma soğanı çək. Şomu yuyuldu. Lobiya yuyuldu. Mən yumadım. Sağ olsun, qızlarımız yuydular deydilər. Qarın yazır, Rəşad, sənin qarışına düşdü. Bugün səni çağırmamışıq. Rəşad baxıb deyəcəkdir ki, qədrimi belə bilərsiniz. O bilər, mən bilərəm, yada bək tutar məni. O bilər, mən bilərəm. Deyirəm, mahnılarımın hamısı da dillər əzbər olub da. Həmişə bütün toylarda oxunur. Axır vaxtı qəm düşüb ürəyimə, nə qəm varsa çəm düşüb ürəyimə. Axır vaxtı qəm düşüb ürəyimə, nə qəm varsa dən düşüb ürəyimə. Bura tötüm soğanı. Silivişni yağ belə. Dədə baba. Dədə baba yağı. İdi ко мне. Şomu elə gözəldir ki, köbələk. Elə bir köbələk dadır, ha, təsəvvür eləyin. Ay, baxın bana, baxın, gözünüzə su verin. Kimdir o? Ancaq tamına özüm birincicə baxım. Mehrimaşka, idi pervi ya tibi, mən sənə göstərim, gəl. İdi ana qurban, bax, bu da lovyamız, baxın. Gördünüz? Pişdi, qəşəng oldu belə yeməli. Bir tavuk. Bəh. Aman. Suyundan da biraz töküm. Allah, nə gözəl, nə gözəl. İtlərim də bu arada Azərbaycandaydılar. Zuydiyinə prinsesa. Gəliblər, ölmüşlər. Deyirəm, həqiqətən də it insandan etibarlıymış. Siz inanırsınız, onlar bizi görəndə gözlərindən bir yaş axırdı ki. Bir yaş, vallah deyirəm. Deyiləsi deyil, qoy. Lovyanı yeməmişdən. Şomunu töküm ora. Sağ olay xala, Allah səndən razı olsun. İnan elə bir ki, sən cənnəti satın alırsan, ay matala. Buzu kəsim sənə. Gördün mü? Bax, bu da şomu. Ay can, qaqaş da məndən küsübdür. Aynadan baxır, deyir səndən küsmüşəm. Görürsünüz? Bəh. Ana, nə gözəl. Bu da sarımsaq qatıq. Bundan bir balaca bu lovya. Özdə mən sarımsaq qatığı şeylə yeyirəm, ha, süzməklə. Çox baha. Lovya təzə çıxdığına görə, yəni təzə,
Əmələ gəldiğinde yol lobiya bahadır. Gör nə pişir. Görürsünüz. Ay aman, ay aman, ay aman, ay aman. Bayaqlarım dedim ki, şomuya və ya lobiya ehtiyac olmadı, amma şomuya əlavə elədim yağ. Çünki belə yemək yağlanında qəşəng olur. Anadır arzulara hər zaman Qarabağ, danışan dil dodağım, Tarkaman Qarabağ, Qarabağ can Qarabağ ana yurdum. Baxın, çox adam yemək pişirir, baxıram, maraqlıdır hamı. Prosta mən əsil dədə baba qanunundan pişirəm də. Yəni babalarımız, nənələrimiz nə tər pişiriblərsə, bax mən elə pişirirəm, görürsünüz. Amma bu 500 dollardır, ən bahalı şomudur. Valla bunu arvadlar toplayırlar, yığırlar, əziyyət çəkirlər. Bu ən çətin şey budur, onu biləsən. Deməli bu günlərim mənim məzlərim 2 yemək pişirdim. Bax biri, ay dədəm var, yandım. Biri lobiya. Gördünüz, nə lobiya pişirdim, lobiya nə lobiya. Əsl mövsüm yeməkləri. Amma mən lobiyanı nə pörtlətmədim, lobiyanı nə suyunu çəkmədim. Pomidor, soğan, duzunu vurdum, hamısı içində bir yerdə pişirdim. Özdə ocaqda, ocağın tamı başqa olur. Burada isə, baxın, şomunu pişirdim. Şomunu da belə qəşəng, hər şey öz yerində, az da olsa belə. Şomu baha, dedim axı bəyəklarım. Şomunun 500-ə yaxın qiyməti var, qadan qalım, yəni. Bəh, 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 bəh. Ay aman nə gözəl, bax ay bala, bax ay bala. Nə gözəldir, buna bax. Sarımsaq vururlar, qatıqla yeyirlər də. Bəh, 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 bəh. İlahi pərverdigara. Sən tama bax, tama. Bəh. Güllər, oxur bülbüllər, belə deyirlər, yenə yaz gəlib. Deməli, biri əlini qatlasın ki, mən bunun 500 dollar qiyməti var, 500, şomu. Bu elə-belə yemək deyil, ha, bu şomudur, şomu. Şimdi ürəyi istəsə, Dədə bəydən gətirim, şomunu bişirim, göndərim. 500 dollarınızı xərcləyir, həmi cana xeyir, həmi təbii otdur. Yəni, təbii bitki deyil, bitki, ot yox, bitki. Bunun tamı, bütün orqanizmə xeyirdir. Mənim əzizlərim bu qədər. Bugün yenə sizinlə 2 yemək bişirdim. Lobiya və şomu. Siz deyin görüm, siz necə bişirirsiniz bunları və gələn dəfə nə bişirməyimi istəyirsiniz? Bu qədər, sağ olun, öpürəm sizi.